Xoş gördük əziz dinləyicilər. Ukraynanın Rusiyaya qarşı əks hücumu davam edir və hər gün Rusiyanın neft ayırma zavodları vurulmaqla bərabər artıq Krımda da vəziyyət pisləşir. Bilirsiniz ki, Krım ətrafında 2 Mi-8 və RLS radar sistemləri vurulmuşdu. Bu günlərdə isə Başqırğızstanda Gazpromun neft kimya zavodu Salavat zavoduna bir salavat çəkildi və o da getdi işinin dalınca. İkinci bir məsələ Avropa İttifaqının 19-cu sanksiyaya başlaması ki, Rusiya 19-cu sanksiya elan edib və burada minlərlə, yüzlərlə demək olar ki, yenidən Rusiyanın gizli şəkildə neftini satmaq istəyən və Rusiyada ticarət edən təşkilatlara, şirkətlərə embargo qoyulacaq. Bəzi qardaşlarımız vardı, bəzi insanlarımız vardı. Rusiyaya sanksiya neyniyər? Rusiyaya sanksiya boş şeydir. 18-i verdilər, nə oldu? Baxın, mən sizə bir söz deyim. Təkcə 18-ci Avropanın 18-ci sanksiya paketinə Azərbaycan da düşdü və sonda Adnan Əhmədzadə də düşdü. Xatırlayın, Qarabağ tankeri, Zəngəzur tankeri, Nizami Gəncəvi tankerləri və Azərbaycanın Türkiyədə yerləşən Star neft ayırma zavodu da məhz bu sanksiyanın qurbanı olmuşdu. Ən axırıncı sanksiya qurbanı isə Adnan Əhmədzadə oldu. Unutmayın ki, bu 18-ci Avropanın 18-ci sanksiya paketinin içinə daxil olanlardır. Bəziləri deyirlər ki, Rusiya nə edəcək? Baxın, nəinki Rusiya, artıq Azərbaycanı nə edir? Azərbaycanın belə gəmilərinə artıq o sanksiya tətbiq edir. Yəni, mən sadəcə olaraq bu məsələni ona görə sizin yadınıza saldım ki, unutmayın ki, bu sanksiyalar paketi öz işini sakit görməkdədir və elə bir şəkildə görməkdədir ki, bugün Azərbaycan belə məcbur olub ki, Adnan Əhmədzadəni tutmaqla dünyaya bildirsin ki, baxın, biz bu işlə məşğul deyilik. Valla biz heç də qaçaqmançılıqla məşğul deyilik, biz heç də Rusiyanın neftini satmırıq, Adnan Əhmədzadə satırmış, biz də onu tutduq, saldıq içəriyə. Yəni, indi isə 19-cu sanksiya paketi gəlir ki, bu Rusiyanı tamamilə boğması bir paketidir və orada kimlərsə hər hansı bir surətdə Rusiya ilə ticarət edə bilməyəcək və tamamilə bunların qarşısı alınmış olacaq. Təşəkkür ederim diqqətinizə görə.